Azərbaycan klubları növbəti Avrokubok imtahanına hazırlaşır. Artıq ilk rəqiblərimiz məlumdur. Bəs komandalarımızı Avropada hansı perspektiv gözləyir? Başlayaq Çempionlar Liqasındakı təmsilçimiz Qarabağdan. Bu turnirin əvvəlki qrup, indiki liqa mərhələsi həmişə bizim arzumuz, hədəfimiz olub. Amma yalnız bir dəfə 2017-2018-ci illər mövsümündə bu sevinci yaşamışıq. Qarabağ bu mövsüm Çempionlar Liqasında mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulacaq. Özü də Bakıdan çox uzaqda, təxminən 4500 kilometr aralıda, ya İrlandiyada Shelburne komandası ilə, ya da Şimali İrlandiyada Linfield klubu ilə. Britaniya futbolunun təmsilçiləri olsa da bu rəqiblər Qarabağ üçün xüsusi təhlükəli sayılmamalıdır. İrlandiya klubları İngiltərə komandaları ilə müqayisəyə gəlməz. Şotlandiyadan da Celtic və Glasgow Rangersə çatmaz. Düzdür, 6 il əvvəl Avroliqanın play-offunda Linfield Qarabağa çətinlik yaşatmışdı. Bakıda 2-1 hesablı qələbə qazanan Qarabağ qrup mərhələsinə vəsiqə qazanmışdı. Qurban Qurbanov da püşkdən sonra açıqlamasında Linfieldlə oyunları xatırlayıb. Linfield bizə tanış rəqibdir, onlara qarşı gərgin oyunlarımız keçmişdi. İrlandiya futbolu sürətlə inkişaf etməyə başlayıb. Çoxdandır belə komandalara qarşı oynamırıq. Hər iki komanda bəlkə də bizə uyğun olmayan rəqibdir. Belə komandaların istəyi çox olur. Sürətə, güc futboluna üstünlük verirlər. İstənilən halda Çempionlar Liqasında zəif komanda olmur. Hamısı ambisiyalıdır. Bir aya yaxın vaxtımız var. Bu müddətdən düzgün istifadə etmək istəyirik. İlk oyunumuz səfərdə olacaq və bu ölkələrə məsafə çox uzaqdır. Ancaq bunları özümüzə problem hesab etməli deyilik. İstənilən çətinliyə, uzaq yola və ya hava şəraitinə baxmayaraq ilk maçça hazır olmağa çalışacağıq. Statın sonu. 2010-2011-ci illər mövsümdə isə Ağdam klubu Şimali İrlandiyanın digər təmsilçisi Portadown'u 2-1-1-1 nəticələnən 2 oyunun yekununda mübarizədən kənarlaşdırmışdı. İrlandiya təmsilçilərindən Qarabağ yalnız biri ilə Dundalkla qarşılaşıb və 2 oyunun nəticəsinə görə 4-1 hesablı qələbə qazanıb. Shelburne və ya Linfield heyətində Avropada tanınmış bir oyunçu belə yoxdur. Yalnız Shelburne'u çempion edən baş məşqçi Damien Duff hamıya yaxşı tanışdı. Vaxtilə Chelsea, Newcastle, Fulham kimi Premier Liga klublarında oynamış 46 yaşlı Duff 2021-ci ildən Shelburne'un baş məşqçidir. Bizim Qurban Qurbanovla qarşılaşması maraqlı olar. Texnikalı futbolun qarşısında həmişə çətinlik çəkən İrlandiyalılar bu mənada Qarabağdan geri qalır. Amma onların da Qarabağın qarşısında standart vəziyyətlərdə, hava ötürmələrində üstünlüyü var. Xüsusən də nəzərə alsaq ki, Qarabağın qapıcı və müdafiə xətti ilə bağlı rahat danışa bilmərik. Shelburne yaxud Linfieldi üstələsə belə Qarabağın heyəti gücləndirməsinə çox ehtiyacı var. Yasin Benziya, Patrick Andrade və Marko Veşoviç ilə vidalaşan Azərbaycan çempionu hələ ki yalnız Portuqaliya 2-ci liqasından Dani Boltu transfer edib. Aydın məsələdir ki, tək Boltla Qarabağ Avropada çox gedə bilməz. Komandaya uyğunlaşması üçün digər transferlərdə təcili həll olunmalıdır. Qarabağ Çempionlar Liqasında ilk oyununu iyulun 22-sində səfərdə, cavab görüşünü isə bir həftə sonra Bakıda keçəcək.